danışa bilmir, eşidə bilmir, amma bacarır. Bugün ofisimizdə izlədiyim mənzərə məni dərin düşündürdü. Nurdanə xanım, nitq qüsurlu, amma güclü bir qadın, əzmkar bir lider. O danışmır, o eşitmir, amma işini danışdırır. Şirkətimizin bütün məhsullarını sevə-sevə istifadə edir, tanıyır və öz dili ilə, işarə dili ilə başqalarına izah edir. Onun əhatəsində də özü kimi nitq qüsurlu insanlar var və bugün o öz komandası üçün məhsul təqdimatı etdi. Sevgi ilə, ruhla, məqsədlə. Onlayn işin bir səsi var. Hədəfi olanın səsi. Əngəllər yalnız bəhanədir. Əgər danışmayan, eşitməyən bir insan belə biznesi qura bilirsə, sənin qarşında nə var ki, bacarmayasan? Bu hekayə bir mesajdır. İstəyən qadın üçün limit yoxdur, əngəl yoxdur, sadəcə yol var.